Deməli belə, reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Burada reaksiya tənliyi deyəndə nə nəzərdə tutulur? Kalsium nitridlə suyun reaksiyası. Burada yazdıq. Yazdıq və əmsallaşdırdıq. Birinci işimizi gördük. Yazdıq və əmsallaşdırdıq. Reaksiyadan alınan amonyak. Görək nə qədər amonyak aldı. Burada kalsium nitrid 0,1 moldur. Buradan alınacaq amonyak nə qədər? Baxaq görək, 2 vur 17. Deməli, 0,37. X bərabərdir 0,37 qram. Burada milliqrama çevirəndə minə vururuq. 370 milliqram. Aha. Reaksiya həcmi 50 kub metr olan laboratoriyada aparılır və icazə verilən norması 0,2 milliqram böl kubmetr. Bu nə deməkdir? 0,2 milliqram böl kubmetr o deməkdir ki, 1 kubmetrə deməli 1 kubmetrə 0,2 qram milliqram. Deməli, milliqram normadır. Bizim isə 370 milliqramımız var. Və həcmimiz 50-dir. Baxaq görək 50 kubmetrə nə qədəri normadır. Buradan da x bərabərdir. Tapırıq ki, eləyəcək neçə? Eləyəcək 10. 10 normadır. Bizdə isə 370'dir. Normadan deməli 37 dəfə çoxdur. Bu da bizim neçənci cavabımızdır? Üçüncü cavabımız.